Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda yeni test toplusundan trigonometrik funksiyalar bölünməsinin iş bölümü, yəni elə bir trigonometriyanın iş bölümünü, izahını verəcəm. İzah keçmədən öncə hər birinizdən xahişim, video sizlər üçün faydalı olursa, videoya rəy bildirməyi, videonu bəyənməyi unutmayın. Gəlin keçək testimizin izahına. Bizə deyir ki, 40 dərəcəni bucağı radianla ifadə edin. Dərəcəni radianla ifadə eləmək üçün şagird deməli dərəcəni alfanı vurmalıdır pi bölək 180'ə. Bax, qaydamız budur. Dərəcəni radianla ifadə etmək. İstəyirsənsə dəftərinə bunu yaz. Radianla ifadə et. İfadə et. Sən səliqəli yazarsan. 40 dərəcə deyil, 40 dərəcəni yazdın. Bunu pi bölək 180'ə vurursan. Buradan sıfırlar gedəcək. 4 pi bölək 18 qalacaq. Hər ikisi 2'ye ixtisar getdiyi üçün 2 pi bölək 9 düzgün cavabımız A variantı. 2 nömrəli sualda deyir ki, radian ölçüsünü verir bu səfər. Dərəcəni istəyir. İndi bu səfər tərsinə. Bayaq alfanı pi bölək 180'ə vururduqsa, indi alfanı 180 bölək pi'yə vuracaq. Yəni bu üsulla yaza bilərsən. Bir növü pi bölək 5'i vururam bu səfər 180 bölək pi'yə, tərsinə. Bunlar gedəcək 180'i 5'ə böləndə 36. Heç bundan yazmasan da olar. Mənə demir pi bölək 5'i dərəcə ilə ifadə edə. Pi özü 180 dərəcə kimi qəbul olunur. 180'i 5'ə böləndə 36 dərəcə olacaq. Düzgün cavabımız A variantı. 3 nömrəli suala gəlin bir yerdə baxaq. Deməli 3 sinus pi çıxılsın 4 kosinus pi üstə gələk 2 tangens pi bölək 4. Bu testi yazmaq istəyirsənsə, burada bəzi şeylər bilmək lazımdır. Dərəcə ölçüləri artıq. Pi nə deməkdir? Pi'ni trigonometriyanın bu bölməsində demək olar ki, ümumiyyətlə trigonometriya bölməsində pi'ni biz 180 dərəcə kimi qəbul edəcəyik. Sinus 180 dərəcə, 3 sinus 180 dərəcə, çıxılsın 4 kosinus 180 dərəcə, üstə gələk 2 tangens 180'i 4'ə böləndə 45 dərəcə. Deməli, sinus 180 dərəcədə neçə alır? Bunları əzbərləməyə mən şagirdlərə məsləhət bilmirəm. 90'dır, 180'dir, 270, 360. Bunların əzbəri olunmasa yaxşıdır. Bəs müəllim necə tapacaq? Əgər bunu bilmək istəyirsinizsə, dərəcə ölçüləri bura qrafik çəkəndə bura 0 dərəcə, bura 90 dərəcə, bura 180 dərəcə, bura 270, yenidən 360 dərəcə kimi qəbul olunur. Bu ox, bildiyimiz bax bu ox. X oxu da düzdürmü? Trigonometriyada buna kosinus oxu deyəcəyik. Bu ox normalda Y oxudur. Amma trigonometriyada buna biz sinus oxu deyəcəyik. Deməli, hər bir kosinus və sinus hər biri öz oxunda olan dərəcələrə uyğun olaraq qiymət alır. Biri o birisinin oxunda qiymət almağa haqqı yoxdur. Məsələn, 180 dərəcədə sinus nə alacaq? 180 dərəcə bura düşüb. Bu kimin oxudur? Bu kosinusun oxudur. Sinus 180 dərəcəyə sahib olmadığı üçün sinus 0 alır. Bax, bu şəkildə deyirik. 3 dəfə sıfırımız 0. Çıxaq. Kosinus 180'də nə alır? Hə, 180'ə sahibdirmi kosinus? Bəli. Uşaqlar, buralara deyəcək 1 nöqtəsi, bura 1 nöqtəsi, bura -1, burada -1. Bu vahid çevrə üzərindədir. Buraları bilmirsənsə dərs izahını bilməlisən. Bu test izah olduğu üçün çox girişə bilmirəm. 180 dərəcədə kosinus alacaq -1. 0'ı 3'ə vuranda 0 çıxılsın, 4 vurulsun -1. Üstə gedək 2 vurulsun, tangens 45'də də 1 alır. 0 getdi. -4 eləyəcək. Mənfi də qabaqda olduğu üçün müsbət 4. Üstünə də 2 gələndə cavab 6 edir. Deməli, düzgün cavabımız A variantı. Bəsit bir sual gör nə qədər uzanır adi bir şey izahı olunarkən. Ona görə də bunu bilmirsənsə, müəllim dərs izahı da gəlsin şəklində rəy bölməsinə bildirə bilərsən. Gəlin baxaq 4 nömrəli suala. Pi 180 dərəcə deməkdir. 180'i 2'yə böləndə 90, 3'ə də vuranda 275, kosinus 270. Mən dərəcələrlə işləməkdə rahatam deyə belə yaza bilmirəm. 2 sinus, bu da 270 dərəcə. Üstə gələk 3 vurulsun, kotangens 180'i 4'ə böləndə 45 dərəcə. Kotangens 45 dərəcədə 1 alır. Sinus 270 dərəcədə 0 alır. Daha doğrusu -1 alır. Kosinus 270 dərəcədə 0 alır. İndi bunu necə bildik? Bayaqki mən çəkdiyim qrafiklə. Bilmirsənsə yenə də deyirəm, bunu rəydə mütləq şəkildə bildir. 5'i 0'a vuranda 0 çıxılsın. -2 -1'ə deyəndə müsbət 2.
Üstəgələk 3 dəfə birim 3. Cavab edəcək 5. Düzgün cavab C bəndi. Gəlin baxaq 5 nömrəli suala. Sinüs 60 dərəcədə nə alır? Hazır qiymətlərdir. Sinüs 60 dərəcədə alır 2 də kök 3. Üzərinə gəlinsin. Kosinüs 30-da nə alır? Kosinüs 30-da da alır yenə 2 də kök 3. Bu da elədi 2 də kök 3'ləri toplayanda 2 dənə kök 3. Bunlar getdi, cavab kök 3 oldu. Mötərizənin içərisi. Tangens 60-da nə alır? O da kök 3 alır. Cavab eləyəcək 3. Düzgün cavab C bəndi. Gəlin baxaq 6 nömrəli suala. Bizə belə bir funksiya verilibdir. Trigonometrik bir funksiyadır. X-in qiymətini veribdir. X nəyə bərabərdir? 180-i 4-ə böləndə bu da edəcək 45 dərəcə. Elə bil ki, biz X-in yerinə 45 dərəcə yazacaq. Çünki bizə J-X istəyir deyə. X-in də cavabı 45 dərəcədir deyə J45-i bizdən soruşur. X gördüyümüz yerə 45 dərəcə yazaq. Kosinus 2-ni 45-ə vuranda 90 dərəcə. Çıxılsın. Sinus 4 vurulsun. Deməli, X-in yerinə 45 dərəcə yazanda 4'ü vuracaq 45'ə. Bu da edəcək 180 dərəcə. Çıxılsın. Tangens 45 dərəcə. Kosinüs 90 dərəcədə alır 0. Sinüs 180'də alır 0. Tangens 45'də alır 1. Cavab -1 B bəndi. Odur ki, gəlin baxaq 7 nömrəli suala. 7 nömrəli sualda X-in qiymətini veribdir. X buradan nəyə bərabərdir? 180'i 6'ya böləndə 30 dərəcə. X-in yerinə 30 dərəcəni qeyd edək. Çünki bizə X-lərimiz burada verilib. Hər bir yerinə 30 dərəcəni qeyd edirəm. Oldu Fx bərabərdir. 2'ni 30'a vuranda kosinus 60 dərəcə. Çıxılsın sinüs 3'ü 30'a vuranda 90 dərəcə. Tangens 6'nı 30'a vuranda 180 dərəcə. Kosinus 60 dərəcədə alır 2 də 1. Sinüs 90'da alır 1. Tangens 180'də alır 0. Bu da elədi 2 də 1 demək 0.5 deməkdir. 0.5'dən 1 çıxanda -0.5 qalacaq. Düzgün cavab C bəndi. 8 nömrəli sualda düzbucaqlı üçbucaq veribdir. Bu bucaq bizə alfa dərəcə kimi qəbul edilib. Bizdən sinüs alfa vurulsun, kosinüs alfanı soruşur. Sinüs alfa trigonometriyada düzbucaqlı üçbucaqda qarşı katetin hipotenusa olan nisbəti nəzərdə tutulur. Yəni A-nın C olan nisbəti vurulsun. Kosinüs alfa isə bitişik katetin hipotenusa olan nisbətidir. Yəni B-nin C olan nisbəti. Bu da elədi AB bölək C kvadratı. Düzgün cavab B bəndi. 9 nömrəli suala baxaq. Bizə A bərabər kosinüs 243, B kosinüs 350 deyir. Bu ədədlərin işarələrini təyin eləməyi bizdən soruşur. Şagird nə etməlidir? Bir dənə koordinat oxunu çəkirəm. Bir Y oxu, bir də X oxu. Biz Y oxunu artıq sinus deyəcəyik. X oxunu artıq kosinüs deyəcəyik. Hər şey bunun üzərindən başlayır. Bura 0 dərəcədir. Bura dərəcələrdən 90 dərəcə. Bura 180 dərəcə. Bura 270. Yenidən bura 360 dərəcədir. 243 dərəcə. İstəyir kosinüs olsun, tangens olsun. Şagird bura kosinüsə baxmamalıdır. Dərəcəyə baxmalıdır. 243 dərəcə hara düşür? Trigonometriyada bucaqlar soldan sağa doğru hərəkət edir. 243 dərəcə 243 270 ilə 180'in arasında deyilmi? Bəli. O zaman 243 dərəcə belə bir yerdədir. Bax, 243 dərəcə təqribən buralarda bir yerdədir. Harada olduğunu bilmirəm. Rüb olaraq birinci rüb, ikinci rüb, üçüncü rübdədir. Bax, bura 243 dərəcənin yeridir. İndi bizə kosinüs 243'ü soruşur. Kosinüs Y oxudur. Üzr istəyirəm, X oxudur. Bax, buna kosinüs deyirik. 243 dərəcə bura düşdüyü üçün bu tərəfdə kosinüsün cavabı müsbətdir yoxsa mənfi? Sol tərəf olduğu üçün X-in cavabı mənfi olmur, olur. Demək ki, bu A-mızın cavabı kosinüs 243 mənfi edəcək. Niyə? Çünki 243 buradadır. Burada da kosinüs nə alır? 243 dərəcədə kosinüs X oxudur. X oxuna bax, sol tərəfdə olduğu üçün cavab mənfi oldu. 350 dərəcəyə baxaq. 350 dərəcə haradır? 360'dan kiçik bir yer deyilmi? 350 buralarda bir yer olsun. Kosinüs burada nədir? Sağ tərəfdədir. Sağ tərəfdə olduğu üçün müsbətdir. Burada kosinüsün cavabı müsbət olacaq. Yəni B'miz müsbət, A'mız isə mənfidir.
A-mız mənfi, B-miz müsbət. Düzgün cavab E bəndi. Gəlin baxaq 10 nömrəli suala. Alfanın qiymətini pi bölək 6 veriblər. 186-ya böləndə 30 dərəcə. Yazaq yerinə. 2 vurulsun kosinus 30 dərəcə. Kosinus 30-da nə alır? 2-də kök altında 3. 2 vurulsun sinus 30-da nə alır? 2-də 1. 2'lər buradan gidəcək. Cavab qaldı. Kök 3 çıxılsın 1. B variantı. 11 nömrəli suala baxaq. Alfanın qiymətini pi bölək 6. Yəni alfa bərabərdir 180-i 6-ya böləndə 30 dərəcə. Alfanın yerinə 30 dərəcəni yazaq. Oldu 2 vurulsun sinus 30-da 2-də 1. Üstə gələk. 2 dəfə 30'un 60. Kosinus 60'da o da 2'də 1. Bunlar gidəcək. Qaldı 1 üstə gələk 0,5. Yəni 1,5. Və yaxud da 1,5 nətər yazılır? 2'də 3 və yaxud da 1,2'də 1. Bunlar eyni şeydir. Düzgün cavabımız 11'də E variantı. Gəlin baxaq 12 nömrəli suala. Pi 180 dərəcə. 6'ya böləndə 30 dərəcə. Sinus 30'da nə alır? Elə yazaq buradan. Başlayaq 2'də 1. Üstə gələk. 2 pi 360 dərəcə deməkdir. Kosinus 360 dərəcədə 1 alır. 2 dəfə 1'im 2. Üstə gələk. 3'də 1 vurulsun. Kotanges 180'i 6'ya böləndə 30 dərəcə. Kotanges 30'da kök 3 alır. Kvadratı 3 edəcək. Üstə gələk. 4 vurulsun. 180 2'ye böləndə 90, 3'e vuranda 270. Sinus 270'də mənfi 1 alır. 4'ü deyəcək. Elə mənfi 1 vuraq 4 qalsın çıxılsın. Tangens 45'də 1 alır. Yəni cavab olaraq 180'i 4'e bölündə 45. Tangens 45 dərəcədə 1 alır. Üstə gələk 3 vurulsun. Sinus pi sinus 180 dərəcədə 0 alır. Buradan nə nəticə çıxdı? Bunlar gedəcək. 3'lər buradan gedir. 2'də 1 0,5 deməkdir. 0,5 üstə gələk 2 sonra çıxılsın 4 dəfə 1'in mənfi 4 çıxılsın 1. Bu deyilədi belə. 2 ilə 0,5'i toplayanda hələ bunu sonra toplayarıq. 2'dən 4 çıxanda mənfi 2, 1 də çıxanda mənfi 3, üstünə də 0,5 gələndə mənfi 2,5 E bəndi. Burada bunu hesaba qatmamışıq. Bir dəqiqə hesablama səhv eləməyək. Burada deməli bunlar gedəcək 1 qalacaq. Bu 0,5'dir də düzdür. Üstə gələk 2, üstə gələk 1, çıxaq 4, çıxaq 1, üstə gələk. Bunlarda 0 varında zaten 0 yazılmır. Birlər gedəcək. Düzgün hesablayaq da. 0,5'in üstünə 2 gələndə 2,5. Bundan da 4 çıxanda mənfi 1,5. Yəni C variantı qalır. Gəlin baxaq 13 nömrəli suala. 13 nömrəli suala baxaq. 180'i 6'ya böləndə 30 dərəcə eləyəcək. Sinus 30 dərəcədə. Sinus 30 dərəcədə 2'də 1 cavab alır. Amma burada kvadratı olduğu üçün 2'də 1'in kvadratı üstə gələk. Kosinus 180'i 3'e böləndə 60 dərəcə. Kosinus 60'da 2'də 1 qiymətini alır. Amma kvadrat olduğu üçün 2'də 1'in kvadratı. 180'i 4'e böləndə 2'də kök 2 alır. Sinus 45 dərəcədə. Kvadrat olduğu üçün 2'də kök altında 2'nin mötərizə kvadratı. 180'i 3'e bölmək 60 dərəcə. Tangens 60 dərəcədə kök 3 alır. Üstündə kvadrat olduğu üçün kvadrat. 180'i 6'ya böləndə 30 dərəcə. Kotangens 30'da kök 3 alır. Üstündə kvadrat olduğu üçün kvadrat. Bunlar bir-birini götürdü. 2'də 1'in kvadratı 4'də 1. 2'də 1'in kvadratı 4'də 1. 2'də kök 2'nin kvadratı 2'nin kvadratı 4. Kök 2'nin kvadratı da 2. Bu deyilədi 4'də. Surətləri toplayanda edəcək 4. Bunlar da ixtisar getdi. Cavab 1 qaldı. Yəni E variantı. 14 nömrəli suala baxaq. Kosinus alfanı tangens alfaya vurmaq bizdən soruşur. Deməli burada incə məqam nədir? 180'i 3'e böləndə neçə dərəcə düşəcək? 60 dərəcə. Bizim alfamız mənfi 60 dərəcədir. Yerinə yazaq. Kosinus mənfi 60 dərəcə vurulsun tangens mənfi 60 dərəcə. Biz bilməliyik ki, tangens tək funksiyadır. Kosinus cüt funksiyadır. Kosinus cüt funksiyası nə deməkdir? Cüt funksiyalarda mənfi udulur. Şagird bu mənfini gördü, silə bilər. Niyə? Kosinusun hər zaman bunu eləmək olar. Kosinus cüt funksiyadır. Amma geri qalanları tangens, sinus, kotangens onlar tək funksiyadır. Mənfi gördüm bu can qarşısında. Bu mənfini silib önə ata bilərsən. Tangens 60'da alır kök altında 3. Kosinus 60'da alır 2'də 1. Mənfi olduğu üçün
Deməli cavab -2-də kök altında 3 olacaq. Düzgün cavab D bəndi. 15 nömrəli suala baxaq. 180 dərəcəni 4-ə böləndə alfamız edəcək -45 dərəcə. Alfanın yerinə -45 yazıram. Kosinüs olmadığı üçün belə yazacağım. Sinüs -45 dərəcə vurulsun kotangens -45 dərəcə. Burada olay nədir? Sinüs 45-də nə alır? 2-də kök 2. Mənfi varsa mənfidir. Vurulsun. Kotangens 45-də nə alır? 1. Mənfi varsa mənfidir. Mənfilər bir-birini götürdü. Cavab kök 2 bölünsün. 2 oldu. Yəni D bəndi. Radianla ifadə eləmək üçün bir bucaq bizə verilibdir. Şagird bunu nə etməlidir? Dedi, pi bölək 180 dərəcəyə vurmalıdır. 75 ilə 180 nəyə ixtisar gedərlər? 25-ə gedərlərmi? Nağda 15'e gedirlər. 15'e böləndə 12 bu qalır. 15'e böləndə 5 bu qalır. Cavab oldu -5 pi bölək 12. 17-ci suala gəlin bir yerdə baxaq. İfadələrdən hansının qiyməti müsbətdir deyir. Burada fikir verin. Bu dərəcə deyil. Kosinüs 1 yazılıb. Bunun dərəcə olması üstündə bir dənə yumru olmalı. Yəni 0 kimi qeyd olunmalı. Dərəcə işarəsi olmalı. Belə deyim. Nə qədər abartdım. İndi bu dərəcə işarəsi olmayan da bu radian olduğunu bildirir. İndi bunu necə yazacaq bə? Bu tip suallarda 57'ye vurun. Niyə 57'ye? Tam rəqəmi demirəm. 57'ye vur. Tamam. 57.3'ə mi vuracağım? Ehtiyacı yoxdur. 57'ye vur. Bizə çünki onun dəqiq qiyməti lazım deyil. Təqribi hansı rübə düşdüyü önəmli olduğu üçün, yəni biz o həmin dərəcədə nə alır deyə bir şey axtarmırıq. Məsələn, kosinüs 1-də nə alır? Bunu axtarmırıq. Biz kosinüs 1-in təqribən neçə dərəcəyə yaxınlaşdığını və hansı rübə düşdüyü bizə lazım olduğu üçün 57'ye vuracaq. O zaman belə yazaq. 1'i 57'ye vuranda neçə olacaq? 57. Birinci oldu kosinüs 57 dərəcə. Sonra ikincisində nə deyir? Kosinüs 154 dərəcə. Üçüncüsündə kosinüs 4'dür. Bunu da 57'ye vuranda neçə eləyəcək? 4 və 7 28. 228. Kosinüs 228 dərəcə. Bu neçənci idi? Bu üçüncü idi. Bu birinci, bu da ikinci. Aha, sonra bitdi mi? 4 ilə 5 qalıbdı. Dördüncündə deyir ki, kosinüs 900 dərəcə. Beşincidə də deyir kosinüs 259 dərəcə. Hansının qiyməti müsbətdir deyir. Gəl indi koordinat oxumuzu çəkək. Deməli bu kosinüs oxu idi. Bu hansı oxu idi? Bu da sinüs oxu idi. Düzdürmü? Dərəcə olaraq bura 0 dərəcə, bura 90 dərəcə, bura 180 dərəcə, bura 270, yenidən 360 dərəcə. İndi 57 dərəcə hara düşür? 57 dərəcə 0 dərəcə ilə 90 dərəcənin arasıdır. 57 dərəcə bax buradır. İndi baxıram kimdən soruşur? Kosinüsdən bəhs edir. Kosinüs 57 dərəcə, yəni bu rübdə. Birinci rübdə kosinüs sağ tərəfdə olduğu üçün koordinat başlanğıcın sağında müsbətdir. Ona görə cavab kosinüs 57 müsbətsə bunu götürəcəm. Müsbət olanları bizdən soruşur. 154 dərəcəyə baxaq. 154 dərəcə 180 ilə 90 arasında olduğu üçün bu tərəfdir. 154 dərəcədə kim istəyir bizdən? Kosinüs istəyir. Kosinüs sol tərəfdə olduğundan bax burada. Burada kosinüsün cavabı mənfidir. Ona görə götürməyəcəm. 228 hamısında kosinüsü soruşur elə. 228 dərəcə haradır? 180 ilə 270'in arasında 228 dərəcə yerləşir. Burada 228 dərəcədə kosinüs nədir? Kosinüs x oxu olduğu üçün sol tərəfdədir. Sol tərəfdə mənfidir. Olmaz. Bu da ödəmədir. 900 dərəcə. İndi 900 dərəcənin şagirdinizi tapmalıdır. Yadda saxla. Dərəcə 360'ı aşdısa, o zaman nə edəcəksən? 360'a böl. 900'ü böləsən 360'a neçə dəfə düşəcək? 2 dəfə düşəcək. Qalığımız da qalacaq 720, 180 qalmalıdır. Düzdürmü? Bəli. Şagird nə edəcək? 360'a böləcək. Qalıq nə qədərdirsə onu götürəcək. Deyəcək ki, 900 dərəcə əvəzinə mən 180 dərəcəni götürürəm. Uşaqlar bu qaydadır. Dərəcə 360'ı keçirsə, onu 360'a bölürsən, qalıq nədirsə o qalıqla davam edirsən.
180 dərəcəymiş. 900 silirəm 180. Kosinüs 180 dərəcədə sol tərəfdə mənfi alır, üzrə mənfi 1. Bu da ödəmədi. 259 dərəcə. O da 180 ilə 270-in arasında olduğu üçün 259 dərəcə sol tərəfdə qaldığına görə kosinüs burada da mənfi alır. Bir dənə müsbət aldığı bir dənədir. Yalnız bir E variantı. 18-ci suala baxaq. Sinüs alfa 2-də kök 3 qiymətini alıbdır. Bizə deyir ki, alfamız 0 dərəcə ilə 90 dərəcə arasında yerləşir. 180-i 2-yə böləndə 90 eləyər. Bax, bu 90 dərəcə deməkdir. 0 ilə 90 dərəcə hansı rübə düşür? Birinci rübdən danışır. Yəni, bunu boşuna verməyib. Bizə onun nəzərinizə çatdırım. Sinus 2-də kök 3-ü nə zaman alır uşaqlar? Alır 60 dərəcə. Demək, alfamızın qiyməti 60 dərəcədir. Aşağıda alfanın yerinə 60 dərəcə yazasınız. 180 deməkdir də pi. 180-i 6-ya böləndə 30 edəcək. 30 ilə 60-ı toplasaz neçə dərəcədir? 90 dərəcə. Kosinus 90 dərəcədə nə alar deyə bizdən soruşur? 0 alar əlbəttə ki, D variantı. Müəllim, bunu nəyə vermişdi bə bizə desən? Sizə sənə bir məlumat verir ki, yəni birinci rübün bucaqdır. Sadəcə burada ehtiyac qalmadı. Gəlin bax 19 nömrəli suala. Bizə fx-in cavabını verib. Pi bölək 3. 183-ə böləndə neçə dərəcə deməkdir? 60 dərəcə. Fx-in cavabı 60 dərəcədir. O zaman fx-in yerinə mən 60 dərəcə yazacağam. Bax, bunun yerinə 60 dərəcə yazıram. İndi, mənə nə lazımdır? Bu mürəkkəb bir funksiyadır. Fx-in cavabını 60 tapdım. O zaman bunu silirəm. Yerinə 60 yazıram. J 60 dərəcə. Şagirdə bu lazımdır, bunu tapmaq. İndi J60-ı necə tapacaq? Yuxarıdakı ifadədən J60 dərəcə. X-in yerinə 60 dərəcə yazacağım. Olacaq kosinus 60 dərəcə üstəgələk 1. Kosinus 60-da 2-də 1 alar. Üzərinə də 1 gələndə 2-də 3 edəcək. Düzgün cavab AB. 20 nömrəli suala baxaq. Aşağıdakı ifadələrdən hansının qiyməti mənfidir deyir. Kosinus 145 vuraq tangens 125 A variantından başlayaq. O zaman mən burada birinci çəkim koordinat oxunu. Bunu silməyək. Bunun üzərində hər birinə baxaq. Bu kosinus oxudur. Bu sinus oxudur. Bura 0 dərəcə. Bura 90 dərəcə. Bura 180. Bura 270 dərəcə. Yenidən bura 360 dərəcə. Kosinus 145. 145 dərəcə buradadır. Düzdürmü? 180-dən 90 arasında. Kosinusdan bəhs ediriksə sol tərəfdə olduğu üçün mənfidir. Üzərində mənfi yazaq. Sildim. Tangens 125 dərəcə. 125 dərəcə özü 90-dan 180 arası buradadır. Tangens demək sinus bölək kosinus deməkdir. Əgər bunlardan biri müsbət, biri mənfi, hər hansı biri müsbət, hər hansı biri mənfi olsa tangens avtomatik mənfi olur. Düzdürmü? İndi 125 dərəcə bura düşdüyünü bilirəm. Bu tərəfdə sinus müsbətdir, yuxarıdadır. Kosinus isə mənfidir. Biri müsbət, biri mənfi olduğuna görə tangens avtomatik mənfi olacaq. Mənfini mənfiyə vuranda cavab müsbət edir. Bizdən mənfini soruşur, o zaman bu olmadı. Baxaq B bəndinə. Sinus 135 dərəcə. 135 dərəcə buradadır. Sinusdan bəhs ediriksə yuxarıda olduğu üçün müsbət. Sonra baxaq tangens 195 dərəcə. 195 dərəcə 180 ilə 270-in arasındadır. Burada kosinus mənfidir sol tərəfdə olduğu üçün. Sinus da aşağıda olduğu üçün mənfidir. Kosinus da mənfidirsə sağ tərəfə baxaq bura. Kosinus da mənfidirsə, sinus da mənfidirsə cavab müsbət eləməlidir. Müsbəti müsbətə vuranda müsbət edər. Bu bizdən mənfini soruşurdu. Gəlin baxaq C bəndinə. Deməli bizə deyir tangens 280. 280 buradadır. 270-dən 360 arasında. Tangensdən danışırıqsa sinus burada aşağıda olduğu üçün mənfidir. Sinus mənfi. Kosinus isə müsbətdir. Biri mənfi, biri müsbətsə cavab mənfidir. Kosinus 300-ə baxaq. 300 dərəcə 360-dan aşağıdadır, yəni buradadır. Kosinusdan bəhs ediriksə kosinus sağ tərəfdə olduğu üçün müsbətdir. Mənfini müsbətə vuranda mənfi edəcək. Bəli, düzgün cavab C bəndi. 21-də deyir ki, hansının qiyməti müsbətdir? Yenə bayaqki şəkildə bir dənə koordinat oxu çəkək bir yerdə. Bu hansı oxudur? Kosinus oxu. Burada sinus oxudur, düzdürmü? İndi 115 dərəcəyə baxaq. Bura 0 dərəcə, bura 90 dərəcə.
180 dərəcə, 270 dərəcə, bir də 360 dərəcə. 115 dərəcə bura düşür. Düzdürmü? 115 dərəcədə sinusdan bəhs edirik. Sinus yuxarıda olduğu üçün bax bu rübdən danışıramsa, bunun sağında duran oxdan, bir də solunda duran, yəni bu rübdə duran oxlardan bəhs edirəm. Ona görə bu tərəfə baxıram. 115 dərəcədə sinüs nə alır? Yuxarıda olduğu üçün müsbət. 115 dərəcədə kosinüs nə olur? Sol tərəfdə olduğu üçün mənfi. Müsbəti mənfiyə vuranda mənfidir. Bunu bizdən istəmir. Müsbət lazımdır bizə. Bizə müsbət lazımdır. Qıraqda qeyd elədim. İndicə baxaq o birisinə. B bəndinə. 210 dərəcə. 210 dərəcə bura düşür. Dərəcə olaraq. Kosinüsdən bəhs ediriksə sol tərəfdədirsə mənfi. Sinüsdən danışırıqsa 310 dərəcədən. 310 buradır. Sinüs aşağıda olduğu üçün 310'da. Bu da mənfi. Bir-birinə vuranda nə olacaq? Müsbət olacaq. Ona görə də bizdə də elə müsbəti soruşurdu. Düzgün cavab B bəndi. Gəlin baxaq 22-yə. Bərabər yanlı üçbucağın bir dənə bərabər yanlı üçbucaq çəkək. Oturacağına bitişik beta bucağı üçün bu beta bucağı üçün kosinüs beta 2-də kök 3 alıb deyir. Kosinüs beta 2-də kök 3. Kosinüs 2-də kök 3'ü 30 dərəcədə alır. Demək ki, bura neçə dərəcəymiş? 30 dərəcə. Bərabər yanlı üçbucaq olduğu üçün digər bucaq da 30 dərəcə olur. O zaman təpə bucağına nə qədər qalacaq? Bunların toplam cəmi 180 etdiyindən 30, 60 dərəcə. 180'dən bu 60 dərəcənin çıxanda təpə bucağına qalır 120 dərəcə. Bizə təpədəki bucağı soruşurdu. Düzgün cavab C bəndi. 23-cü suala baxaq. Bərabər yanlı üçbucağın beta təpə bucağı üçün bərabər yanlı bir üçbucaq çəkək. Bir beta təpə bucağı qeyd edək. Tangens betanın cavabını verib. Tangens beta kök 6 3'də 1 alır. Tangens kök 3'də 1'i nə zaman alır? Beta 30 dərəcə olduğu zaman tangens 30 dərəcədə bunu alır, düzdür? Demək təpə bucağımız 30 dərəcədir. O zaman oturacaqdakı bucaqlar neçə dərəcə olacaq? Bərabər yanlıdırsa 180'dən 30 dərəcəni çıxaram. Bu dedəcək 150 dərəcə, düzdürmü? 150 dərəcəni də 2 yerə bölsəm 75 bunun payına, 75 digərinin payına D variantı. 24 nömrəli suala gəlin bir yerdə baxaq. Pi 180 dərəcə deməkdə düzdür. 180 dərəcəni 4'ə böləndə 45 dərəcə qalar. Pi özü 180 dərəcədir. Kotangens 45'də 1 alır. Neyse bunu sonra baxarıq. 180'i 3'ə böləndə tangens 60 dərəcə bura yazaq. 3 pi bölə 2'də 270 dərəcə deməkdir. 180'i 3'ə böləndə 60 dərəcə. Bilmirəm, bəlkə də bu cür pili falan yazanlar var. Mən amma bunu dərəcəyə çevirməsəm biraz beynim qarışa bilər. Kotangens 45'də 1 alar. Burada qaldı 2. Çıxılsın. Kosinüs 180'də mənfi 1 alar. Bölünsün. Tangens 60 dərəcədə kök 3 alar. Çıxılsın. Kotangens 270'də 0 alar. Vurulsun. Sinüs 60'da 2'də kök 3 alar. Bax bu şəkildə yazdım səliqə ilə. Mənfi müsbət 2 ilə 1 toplayanda 3. 0 çıxanda nəsə bir dəyişiklik olmur. Kökçü kökçə vuranda 3 bölək 2. 3'ü 3'də 2'yə bölünmək, 2'də 3'ə bölünmək tərsinə çönüb 3'də 2'yə vurulmaq deməkdir. Burada da cavab neçə edəcək? 2 edəcək, B variantı. Gəlin baxaq 25 nömrəli suala. Pi 180 dərəcə dedik. 180'i 4'ə böldük 45 dərəcə. 1/5. Demək 1/5'i 180'ə vuranda nə qədər eləyəcək? 1/5'i mən 2'də 3 kimi yazsam, bu da 180 demək deyilmi? Yəni 2'də 3 pi. Bu da 270 dərəcə eləyəcək. 270 dərəcə. Bunu da sildim, 45 dərəcə yazıram. 180'i 3'ə böləndə silirəm, 60 dərəcə yazıram. 2 pi neçə deməkdir? 360 yazıram. 186'ya böləndə 30 dərəcə yazıram. Vəssalam, tangens 45'də 1 alır. 2 dəfə 1'im 2. Çıxılsın. Sinüs 270'dən mənfi 1 alır. Bölünsün. Kotangens 60'da deməli 1 bölünsün kök 3 yazdıq. Çıxılsın. Tangens 360 dərəcədə sinüs 360'ı kosinüs 360'a bölməkdən söhbət gedir. 0 alır.
Bunu yazmayacağım heç. Vurulsun. Kosinüs 30'dan alır. 2 də kök 3. Kök 3'lər buradan getdi. 2 ilə mənfi 1. Bunlar toplananda 3 edəcək. Aşağıda da qaldı 2 də 1. Bu da edəcək 6. Düzgün cavab B variantı. 26 nömrəli sualda belə bir ifadə verilibdir. Deyir ki, ifadənin qiyməti mənfidir A-nın hansı qiymətində? Bu cavabın mənfi olmağını istəyir. Gəl ilk öncə bunların nə olduğunu tapaq. 3 demək dərəcə demək deyil. 3'ü 57'ye vuracaq. Çünki bu radianla verilibdir. 3 dəfə 7'm 21, 3 dəfə 5'im 15, 171 dərəcədir. 1'i 57'ye vuranda eləcək edə 57 dərəcə. 4'ü 57'ye vuranda 4 dəfə 7'm 28, bu da pahalı da olsun. 4 dəfə 7'm 28, 4 dəfə 5'im 20, o da 2 yadda 22, 228. Hər şey əlimizdə var. Bu 171 bundan söhbət edək. Birinci ardıcıl yazırıq. Sinüs 171 ilə maraqlanırıq. Vurulsun. Kosinüs 57 ilə maraqlanırıq. Vurulsun. Tangens 228 ilə maraqlanırıq. Deməli, yenə biz koordinat oxunu çəkməliyik ki, hər birini rahat şəkildə görək. Bu oxun adı nə idi? Kosinüs oxu. Və bu sinüs oxu. Dərəcələr də bir yerdə yazaq. 0 dərəcə, həm də 360 dərəcə sayılır da bura. Bura 90 dərəcədir, bura 180 dərəcədir, bura 270 dərəcədir. 171 hara düşər? Bax, 90 ilə 180 arası, 171 buradır. Burada sinüs nədir? Bax, bu tərəfdə sinüs nədir? Sinüs burada da bura baxıram. Sinüs müsbətdir, yuxarıdadır. O zaman müsbət. Kosinüs 57. 57 dərəcə haradır bura? 57 dərəcədə burada kosinüs nədir? Bu da müsbət. Tangens 228. 228 buradadır. Burada tangens nədir? Bax, kosinüs mənfidir. Solda deyə kosinüs mənfi. Aşağıda sinüs də mənfi. Bunların hər ikisi mənfi və yaxud da hər ikisi müsbət olanda tangens avtomatik olaraq müsbət olur. Çünki tangens sinüsün kosinüsa bölünməsidir. İkisi də mənfi olduğu üçün mənfini mənfiyə böləndə müsbət edir. Bu da müsbət. Nə oldu? Hər biri müsbət çıxdı. Bunların hər biri müsbət çıxdısa, cavabımın mənfi olmağını istəyir. O zaman bu mənfi olmalıdır. Çünki bunlar hər biri müsbətdir axı. Müsbəti nəyə vuranda mənfi eləyər? Mənfiyə. Demək bu mənfi olmalıdır. Yəni bizim A kvadratı çıxılsın 25. Bu ifadə 0-dan kiçik olmalıdır. Bu bərabərsizliklərini həll edək. A çıxılsın 5, A plus 5 şəklində müxtəsər vurma düsturlarına görə vurğulara ayırdıq. Hər bir mötərizənin içərisini sıfıra çevirən qiyməti şagird tapmalıdır. A 5'ə bərabərdir, digərində A mənfi 5'ə bərabərdir. Ədəd oxunda bunları qeyd edək. Mənfi 5'i, bir də 5'i. İşarə təyin eləməliyik. Əgər A kvadratın önü müsbətsə, ən sağa müsbət yazılır, sonra mənfi, sonra müsbət. Bizə 0-dan kiçik aralıqlar lazım olduğu üçün mənfi 5 ilə 5 aralıq olacaq cavabımız. Düzgün cavab A var. 27 nömrəli suala. Bayaqki sual tipindən eyni tipdədir. Deyir ki, bu səfər qiymət müsbət olsun deyir. Yəni 0-dan böyük olsun deyir. O zaman belə yazaq. Sinüs 1 dərəcə olmadığı üçün bunu dərəcəyə çevirək. 1'i 57'ye vuranda olacaq 57 dərəcə. Oldu, bax bunları belə yazıram. 9 minus A kvadratı vurulsun sinüs 57 dərəcə. Vurulsun kosinüs 4'ü də 57'ye vuranda 228 dərəcə edəcək. Vurulsun 3'ü də 57'ye vuranda 171 dərəcə edəcək. Kotangens 171. Bu cavab müsbət olmaq istənilir. Koordinat oxunu çəkək. Dərəcə olaraq qeyd eləsək, bura 0 dərəcə, bura 90 dərəcə, bura 180, bura 270. Yenidən 360 dərəcə. 57 dərəcə buradır. 57 dərəcə bura olduğu üçün sinüs bu rübdə, bu sinüs oxudda. 57 dərəcədə sinüs yuxarıda olduğu üçün müsbətdir. 228 dərəcəyə baxaq. 228 dərəcə bura düşür. 180-dən 270'in arasında. Kosinüsdən bəhs edirik. Kosinüs x oxu olduğu üçün bu oxa baxanda. Burada sol tərəfdə olduğu üçün kosinüs mənfi olacaq. Kotangens 171'ə də baxaq.
171 dərəcə buradadır. Düzdürmü? 171 dərəcə burada olduğu üçün 90-dan 180 arasında. İndi bax, kotanges demək kosinus bölək sinus deməkdir. Kotangesin işarəsi kosinusla sinusdan asılıdır. Sinus müsbətdir. Amma kosinus solda olduğu üçün mənfidir. Biri müsbət, biri mənfidirsə avtomatik mənfi olur. Kotanges də mənfidir. Nə oldu? Bunların hər birinin mənfiyə müsbət, bu da müsbət. Bunlar komple müsbətdir. Cavabının müsbət olmağını istəyirsənsə, bu da müsbət olmalıdır. O zaman şagird yazmalıdır ki, 9 minus a kvadratı 0-dan böyük olmalıdır. Gəl bu bərabərsizliyi həll edək. Hər birini bunlar müxtəsər vurma düsturuna görə vurğulara ayırsaq, hər bir mötərizənin səhəsini sıfıra çevirən qiymətləri tapaq. A-nın qiyməti 3 edəcək, A-nın qiyməti -3 edər. Ədəd oxunda bunları qeyd edək. İşarə təyin olunmalıdır. A kvadratının önü mənfi olduğu üçün mənfi yazıram, sonra müsbət, sonra mənfi. Bizə 0-dan böyük, yəni müsbət qoyduğumuz yerlər lazım olduğu üçün cavab -3 ilə 3 aralığı olacaq. Düzgün cavabımız C bəndi. Gəlin baxaq 28 nömrəli suala. Bizə belə bir ifadə verilibdir. Bizdən kotanges x-in qiyməti soruşulur. Bunu necə yazacağam? Çapraz vurub yazacağam. Heç bir başqa nəsə bir şey yazmağa ehtiyac yoxdur. Deməli, bunun məxrəcində 1 var. Çapraz vuraq, bax bunu buna, bunu da bu birisine də. 3 kosinus x-i 1'ə vuranda 3 cosik x, üstə gələk 5 sinus 2x bərabərdir. 2'ni o birisine vuranda 4 sinus 2x, üstə gələk 2 kosinus x. 5 sinus x-dən 4 sinus x-in çıxanda bir dənə sinus 2x, 2 cos x-dən 3 cos x-i çıxanda mənfi kosinus x. Bizdən kotanges x-i soruşurdu. Kotanges x də kosinusu sinusa bölmək deməkdir. O zaman kosinusu bölək sinusa. Sinusun cavabı da mənfi kosinusdur. Bunlar gedəcək, cavab -1 qalacaq. Belə variant var, hansında olacaq? E bəndi. 29 nömrəli suala gəlin baxaq. Yine bayaqki tipdə bir dənə sualdır. Bunun məxrəcində 1 var. Çapraz vuracaq. 2 sinus x. Üstə gələk kosinus x bərabərdir. Onu vuranda 10 kosinus x çıxılsın 10 sinus x. Deməli belə, -10 sinus x-i sola göndərəndə 12 sinus x bərabərdir. 10 cosdan bir dənə cos çıxanda 9 kosinus x. Hər tərəfi 3-ə böləndə 4 sinus x bərabərdir 3 kosinus x-ə. Buradan sinus x-in cavabı 3k'dır. Belə deyəcək də. Kosinus x-in cavabına da 4k deyəcək. Bizdən tangens x-i soruşurdu. Bu da sinus bölək kosinus daxı. Sinusun cavabı 3k'dır. Kosinusun cavabı 4k'dır. Cavab 4'də 3'dür. Yəni E variantı. 30-cu suala gəlin bir yerdə baxaq. Deməli, kosinus alfanın cavabını 2'də kök 3 veribdir. Kosinus 2'də kök 3'ü hansı dərəcədə alır? Alfa bərabərdir, gərək olsun 30 dərəcə. Düzdürmü? Alfamız birinci rübdə olduğunu qeyd edir. Yəni 0 ilə 90 dərəcə arasında yerləşirsə bizim buzağımız 0 ilə 90 dərəcə arasında birinci rübdə, yəni 30 dərəcədə alır da. Bunu qeyd edirik. Hələ ki bunu bilməsəz də olar. Alfanın yerinə 30 dərəcəni yazacaq. 180'i 6'ya bölmək nə deməkdir? Kotangens 186'ya böləndə 30 dərəcə deməkdir. Üstə gələk. Alfanın yerinə də 30 dərəcə yazanda oldu. Kotangens 60 dərəcə. Kotangens 60'da da nə alır? 1 böl kök 3 alır. Cavab C bəndi. 31 nömrəli suala baxaq. Bizə belə bir ifadə verilibdir. Moduldan işarə təyin olub çıxardacaq. Cüt dərəcədən kökün altındakı ifadə modulda çıxar. Modulda B çıxılsın A şəklində yazdım. Bu misalın şərtidir. Bu aşağıdan həllini yazır. Üstə gəlinsin A toplam C çıxılsın B çıxılsın C. Bizə lazımdır ki A mı böyükdür, B mi böyükdür, C mi böyükdür. Bir dənə koordinat oxu çəkib hər şeyi tapacaq inşallah. Bura kosinus oxudur. Bura sinus oxudur. Dərəcələrimizi də qeyd eləsək 0 dərəcə, 90 dərəcə, 180 dərəcə və 270 dərəcə. İndi sinus 130 dərəcəyə baxaq.
130 dərəcə 90 ilə 180-in arasında bir yerlərdədir. 130 dərəcə buradadır. Sinüs burada nədir? Müsbət. O zaman A-mızın qiyməti müsbət bir cavabdır. Kosinüs 140 dərəcəyə baxaq. Kosinüs 140 dərəcə də belə bir yerdədir. 90 ilə 180 arasında. Kosinüs sol tərəfdə olduğu üçün mənfidir. O zaman B-mizin qiyməti mənfidir. Gəldik 25 dərəcə. Tangens 25 dərəcə. 25 dərəcə 0 dərəcə ilə 90 dərəcənin arasında olan bir yerdir. Burada kosinüs da müsbətdir, sinüs da müsbətdir. Ona görə də tangensimizin cavabı da müsbətdir. Yəni C-mizin də qiyməti müsbətdir. Müəllim hansının böyük olduğu hələ ki buralarda bizə ehtiyac olmadığı üçün buralara girmirəm. Bax. B ilə A-nın fərqini soruşur. B mənfidir, A müsbətdir. Yəni B balacadır da A-dan. B A-dan balacadır. A ilə C-ni müqayisə eləmirəm hələ ki. B C-dən də balacadır. Yaxşı. İndi bax, B A-dan balacadır. Balacadsa bu B. A-nı çıxanda nə qalacaq? Mənfi. A ilə C-ni toplayanda hər ikisi müsbət olduqları üçün toplayanda müsbət qalacaq. B-dən C-ni çıxanda nə qalacaq? Yenə mənfi. Mənfi olan zaman bu tərsinə çıxırdı. Olurdu A çıxaq B. Üstə gələk. Müsbət olanda olduğu kimi çıxırlar. Çıxılsın. Mənfi olanda tərsinə çıxırlar. Görsən B çıxaq dedi, mən C çıxaq B yazdım. Bu işarələrlə sənin işin yoxdur. Mötərizədə yazdım ki, işimiz asan olsun. Gəl mötərizəni açaq. A çıxılsın B, üstə gələk. A üstə gələk C, çıxılsın C. Mənfi deyər, üstə gələk B. Buradan C'lər gedər, B'lər gedər. Bu da 2A edəcək. Düzgün cavab B variantı. Deyir ki, verilən nöqtə vahid çevrə üzərində olarsa, mümkün qiymətlərin cəmini tapın. Mümkün qiymətlərini tapın. Vahid çevrə ona deyirlər ki, verilmiş bir nöqtə hər hansı bir nöqtə olsun, A nöqtəsi məsələn, x, y. Bu vahid çevrə üzərindədirsə, o zaman x-in kvadratı ilə y-in kvadratının toplam cəmi 1 olmalıdır. Bax, bu vahid çevrə üzərində olan nöqtənin koordinatlarıdır. Yəni, düsturudur deyək, belə bir şey. Bu bizim x-imizdir. Bu birisi bizim y-imizdir. Bunların kvadratlarının cəmi 1 olmalıdır. O zaman mənfi 2 kök altında 3, mənfi 2 də kök 3-ün kvadratı, toplam m-in kvadratı 1 eləməlidir. Bu elədir 4-də 3, üstə gələk m kvadratı 1 edəcək. Buradan m kvadratını tapanda 1-dən çıxacam 4-də 3-ü. Bu da 4-də 1 edər. Nəyin kvadratı 4-də 1-dir? Plus, minus 2-də 1-in. Düzgün cavabımız olacaq D variantı. 33 nömrəli suala baxaq. Üçbucaqdan söhbət edir. ABC üçbucağında A bucağın dərəcə ölçüsünü veribdir. Deməli, biz üçbucağın daxil bucaqların cəminin 180 olduğunu bilirik. Düzdürmü? Məsələn, A bucağı olsun. Üstə gələk B, bunu altdan xətt çəkim. Üstə gələk B bucağı, üstə gələk C bucağı. Bunların 180 dərəcə olduğunu bilirik. 180 dərəcə də pi deməkdir. O zaman mən bu 180-i pi ilə əvəzləsəm olar da. A bucağını verib bizə. O zaman bunu da silirəm. Yerinə 3 pi bölək 5 yazıram. O zaman bucaq B ilə bucaq C-nin cəmi nə qədər olacaq? Pi-dən çıx 3 pi bölək 5-i. Bu da edəcək 5-də 2 pi. Bunu yazdıq. İndi bucaq B ilə bucaq C-nin cəmi 2 pi bölək 5-dir. Yəni 180-i 5-ə böləndə 36, 2-yə də vuranda 72. Bu 72 dərəcə deməkdir. Bunların fərqini də 24 dərəcə veriblər. B ilə C-nin fərqini də 24 dərəcə veriblər. Bu bizdən nə istəyir? B bucağını soruşur. Bunları alt-alta toplayaram. Bunlar getdi. 2 dənə B bucağı bərabərdir 96-ya. Bucaq B-də bərabərdir 48 dərəcəyə. Tamam, bu 48 dərəcə veribdir. Bizə bunu pi ilə verib. Necə çevirəcəm? Dərəcəni radiana çevirmək istəyirsənsə, alfanı pi bölək 180 dərəcəyə vurmalısan. Yəni 48 dərəcəni pi bölü 180-ə vurasan. İxtisarlarımızı aparaq ehtiyatlı şəkildə. 6-ya bölsək 30, 6-ya bölsək 8. 8 pi bölək 30. 2-yə yenə ixtisar gedir. 4 pi bölək 15. Cavab D variantı. 34 nömrəli suala baxaq. Bizə belə bir şəkil verilibdir. Bizdən soruşduğu da sinüs alfanı kotangens betaya vurmaqdır. Necə taparıq?
Sinus alfa düzbucaqlı üçbucaqda, bax düzbucaqlı üçbucaqdan danışıram. Tərəfləri də bəllidirsə. Bu niyə bir dənə düz çəkilmədi? Aha, bax çəkildi. Bura bir alfa desəm, bura bir A desəm, B desəm, C desəm. Sinus alfa qarşı katetin hipotenusa olan nisbətidir. Sən qarşı katetin nə qədər olduğunu bilməlisən. Sinus alfadan söhbət edirəm. Kotangens beta nə deməkdir? Burada bir beta bucağı olsun. Kotangens beta bitişik katetin qarşı katete olan nisbətidir. Yəni bitişik katetin, yəni bucağa olan bitişik kateti böləsən qarşı katete. Qısacası şagird bunu tapmaq üçün bunun uzunluqlarını bilməlidir ki, tapsın da, düzdür? O zaman bunu necə yazacaq? Düzbucaqlı üçbucaq axtarmalıdır. Burada sanki bir dənə gözümüzə düzbucaqlı üçbucaq dəyir. Bax, bundan bəhs edirəm. Şagird bu düzbucaqlı üçbucağı götürdüyünü varsay. Deyir 9 kongruent kvadrata bölünüb bu kvadrat. 9 dənə kongruent kvadrat bilsə nə deməkdir? Bu kvadratların hər biri eynidir demək istəyir bizə. Tamam. Hər birinin uzunluğunu 1 götürə bilərsən könül rahatlığı ilə. İndi mən bu düzbucaqlı üçbucağa görə bu sarı xətlə xəttədiyimiz, bir dəqiqə başlayıb bunu silim. Bunun hansı yaxşı məsləhətdir? Bu olsun. Bu düzbucaqlı üçbucağımıza görə bax buna. Neysə. Aha, renklədim bax. Sinus alfa qarşı katetin, bu düzbucaqlı üçbucaqda qarşı katet buradır mı? Hər bir kvadratın, hər bir tərəfin uzunluğunun 1 olduğunu dedim sənə. Bu uzunluq 1 olsun. Bitişik katetə hipotenusa olan nisbətini tapmalıyıq. Qarşı katetin hipotenusa olan nisbəti. İndi hipotenusun nə olduğunu bilmirəm axı. Kotangesini necə tapasan məsələn? Mümkünsüzdür. O zaman nə etməlidir şagird? Şagird burada bu düzbucaqlı üçbucaqdan nəsə bir işə yaramadığına görə paralel olduğu üçün bu xəttlər bir-birinə, bura alfa dərəcədirsə əgər, mən burada alfa dərəcə deyə bilərəmmi? Deyə bilərəm. O zaman mən bu düzbucaqlı üçbucağa baxacağam. Bax. Bu yekə düzbucaqlı üçbucağa. Qısacası elə bir düzbucaqlı üçbucaq götürməlisiniz ki, uşaqlar, onun hipotenusunun əmələ gətirdiyi o xətt var. Onlar tillər kvadratın uclarından keçsin, tillərindən keçsin. Necə? Məsələn, bu düzbucaqlı üçbucaqda bunun bu hissəsi bu kvadratın ortalarıdırmı, harasıdır bilmirəm. Bir yerinə düşür. Anlamsız bir yerə. Amma artıq bu hissə kvadratın tilinə düşür. Bizim artıq bu uzunluğumuz da var. Bizim artıq katetimiz də var. Qısacası katetlərin bəlli olmalıdır. İndi sinus alfa qarşı katetin, yəni bu düzbucaqlı üçbucağa baxanda 2-yə. Qarşı katet 1, 1 dedik uzunluğa. Nə qədər elədi? 2. Sinus alfa 2 bölək hipotenus. Bura 2-dirsə, bura 1-dirsə, Pifagor teoreminə görə kök altında 2-nin kvadratı 4, 1-in kvadratı 1, kök altında 5. Bu uzunluq kök altında 5-dir. 2-ni böləcəm kök 5-ə. Gəlir kotangens betliyə baxaq. İndi bu düzbucaqlı üçbucağa baxsan sən, burada yaratdığın bir düzbucaqlı üçbucağa. Burada katetləri məlum deyil. Bax, bizim bu düzbucaqlı üçbucağımıza baxsaq, burada katetlərin uzunluqları məlum deyil. Bu katet yarımdır, bu tam deyil axı. Mən nə bilim buradan bura qədər uzunluq nədir? Ona görə betanı buradan köçürüb bura köçürəsən. Bunu siləm buradan. Hə, indi bu düzbucaqlı üçbucağa bax. Artıq katetlərimiz bizə məlumdur. Bitişik katetimiz 1'dir. Qarşı katetimiz 1, 1, 1, 3'dür. Kotangens beta demək, bitişik kateti qarşı katete bölünmək. Yəni 3'də 1 deməkdir. Bayaqçıda belə bir şey alınmışdı. Bunlar bir-birinə vuranda olacaq 2 bölünsün 3 kök altında 5. Bunun məxrəcinin irrasionallıqdan azad olması üçün hər tərəfi kök 5'ə vursaq 2 kök 5 bölünsün kök 5'i kök 5'e 5. 5 dəfədə 3'üm 15. 15'də 2 kök 5 B variantı düzgün cavabdır. 35 nömrəli suala gəlin bir yerdə baxaq. Pi bölək 4 nə deməkdir? Deməli pi bölək 4'ü 184'ə bölündə 45 dərəcə deməkdir. 6'nı 45'ə mi vuracam? Bu bucaqların hər birini bəl vuracam. 180'ə 4'ə bölündə 45 dərəcə. Yəni bunun içi 45 dərəcə olsun deyir. X-lərin yerinə 45 dərəcələri güpa.
Oldu kosinus 6'nı 45'e vuranda 270 dərəcə. Sinus 3'ü 45'e vuranda 135 mi dərəcədə səhv hesablamadımsa? Bəli. İndi burada necə hesablayacaq şahid? Ay mən sinus 135'i bilmirəm. Zaten hələ ki bilməsən olar. Növbəti bölümlərdə izafə ediləcək. Kosinus 270'də zaten 0 alır. 0'ı da nəyə bölsən? 0 düzgün cavab D variantı. Gəl 36'ya baxaq, vaxtımız getməsin. 36 nömrəli sualda belə bir şəkil verilibdir bizə. Bizə deyir 3 sinus alfanı çıx 2 kos alfanı. Sinus alfanı tapaq. Sinus alfa qarşı katetin buradan bura 3'dür. Düzdürmü bu uzunluq? Buranı silirəm, rahat yazaq. Bu uzunluq 3'dür. Hündürlüyümüz 5'dir. Çünki 5 qalxıb yox. Üzr istəyirəm. 5 deyil. Niyə 5 deyil müəllim? Bu 5 tam bura qədər 5'dir. Bura 5 yazmağa haqqım yoxdur. Bu radiusdur mu çevrəmizin radiusu? O zaman bu da çevrəmizin radiusudur da. Bura 5'sə bura 5'dir. Pifagor teoreminə görə bura neçə olacaq avtomatik olaraq? 4. Sinus alfa qarşı katetin, yəni 4'ün hipotenusa olan nisbəti olduğu üçün 4'ün 5'e nisbətidir. Kosinus alfa bitişik katetin, yəni 3'ün hipotenusa olan nisbəti, yəni 5'e olan nisbətidir. 3 vurulsun sinüs alfanın yerine 4 bölü 5 çıxılsın. 2 vurulsun kosinüs alfanın yerine de 3 bölü 5 yazacağım. 3 dəfə 4'üm 12. 5'də 12 çıxılsın. 5'də 2 dəfə 3'üm 6. Bu da elədir 5'də 12'dən 6 çıxanda 6. Bu da 1 onda 2 deməkdir. 36 nömrəli sualın cavabı. Gəlin baxaq 37 nömrəli suala. Bizə belə bir şəkil veribdir. Kvadrat 25 dənə kvadrata bölünübdür. Adi alfa da yazılıbdır. Bizə tangens alfa yazaq, tangens alfa üstə gələk kosinus bettanın qiymətini soruşur. Bərabər kvadratlara bölünübdür. İndicə belə eləyək. Tangens alfanı soruşur, düzdürmü? Mən burada bir dənə düzbucaqlı üçbucaq yaradım nağdı. Bunu da göstərim, bir yerdə baxaq. Burada bir dənə düzbucaqlı üçbucaq yaradacağım. Tangens alfa qarşı katetin alfanın qabağında olan katet 1'dir. 1'dir. Bu uzunluqları saylamaq. 1'dir. Bu uzunluq. Sonra 1. Bitişik katet 1'in 1'i. Tangens alfa qarşı katetin, yəni 1, 1, 1, 1, 4'ün bitişik katet 2'ye olan nisbətindən 2 çıxacaq. Tangesin cavabı 2 çıxdı. Kosinus bettaya baxaq. Kosinus betta, bu bettaya uyğun da bir dənə düzbucaqlı üçbucaq yaradıram. İndi baxaq. Kosinus betta nə deməkdir? Bitişik katetin 1, 1, 1. Hipotenus olan nisbətidir. 3 elədi mi bura? 1, 2, 3, 4. Bu bir katetimiz 4'dür. 3 da buradır. 3, 4. Pifagordan bura 5 oldu. O zaman deyə bilərəm kosinus bettam da bərabərdir. Bitişik katetin, yəni 3'ün bettaya bitişik olan katetin hipotenus olan nisbəti. 3 bölək 5. Tangens alfada 4 bölək 2'dən 2 çıxmışdır. Tangens alfanın yerine 2 yazaram. Kosinus bettanın yerine 3 bölək 5, yəni 0,6 yazaram. Cavab edəcək 2,6. 37 nömrəli sualın cavabı olacaq. 38 nömrəli sualda nə deyir? Dairəvi yolda A nöqtəsindən, A nöqtəsi buradır. Gözümüzün önündə. A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində. Hal-hazırda bu oxu da veriblər ki, bilək. Saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayan avtomobil 5 pi bölək 2 qədər məsafə, radyanlıq bucaq qədər məsafə qət etdikdən sonra müəyyən qədər fasilə edilmiş. Qaldığı nöqtədən yenə eyni istiqamətdə 13 pi bölək 4 qədər hərəkət edib. 5 pi bölək 2 nə qədər edir? İlk öncə ona baxaq. Deməli, bu adam 5 pi bölünsün 2 qədər. Yəni 5 pi bölək 2 demək 180'i 2'ye böləndə 90, 90'ı da 5'e vuranda bax 450 dərəcə edir. Düzdürmü? Səhv hesablamadımsa. Bəli. Bu 450 dərəcə hərəkət edir. A'dan başlayıb. İndi sənə bir şey deyim. Bir kuruq neçə dərəcədir? 360 dərəcə. O zaman 450'dən 360 dərəcədən çıxsaq nə qədər qalacaq? 90 dərəcə. Demək bu adam gəlib bir kuruq hərəkət eləyib olub 360 dərəcə. O zaman sonra nə qədər hərəkət edib? Bir də 90 dərəcə hərəkət edib. 90 dərəcə budur.
Bura 90 dərəcə olduğunu bilirik. Demək bu adam A'dan başlayıb bir kuruq hərəkət edib 360'ı tamamlayıb. Daha sonra bunun ardından bax belə deyim də, belə gedib. Daha sonra bunun ardından bir də bura qədər hərəkət edib ki 90 da üstünə gəlib 450'ni tamamlayıb. Demək bu adam gəldiyi ən son nöqtə buradır, 90 dərəcə. Yəni bizim gəldiyimiz ən son nöqtə budur. Deyir müəyyən 5pi bölü 2 qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə eləyir. Təzə bir nöqtəyə gəlib, olsun A' nöqtəsinə gəlib. Qaldığı nöqtədən bu nöqtədən yenə hərəkət eləyir. İndi 13 pi bölək 4 qədər hərəkət edir. 13 pi bölək 4. İndi müəllim mən bu 180'i 4'ə böləcəm. Sonra 13'ə mi vuracam? 180'in 4'ü bunda 45 edir. Uzun gedir. Bunun qısa yolu belədir uşaqlar. Şagird istəsə belə eləyər. 180'i 4'ə bölər 45. 45'i 13'ə vurar. Hesaplayar. Böyük bir rəqəm alınacaq. Onu 360'a bölər. Tapar. Məsələn, belə deyim də. 13'ü 180'i 4'ə böləndə 45 edər. 45'i də 13'ə vuranda 585 dərəcə eləyəcək. İndi bu nöqtədən bu 585 dərəcə hərəkət eləyib. İndi bu bunun təzə nöqtəsidir. Buradan bir kuruq hərlənsəm 360 sayılırmı? 360 dərəcəni gəl çıxaq. Bu da elədi 5. 18'dən 6 deməli 8'dən 6 çıxanda 2. 225. Bir kuruq hərəkət eləsəm 225 dərəcəm çatışmır. Bax 585 dərəcə deyir hərəkət eləyib bir də. Bu nöqtədən sonra 585 bir də hərəkət eləyib. 360 fırlandım. Nə qədər qaldı? 225 dərəcə. Buradan bura qayıtmışam mı yerimə? Buradan bura neçə dərəcədir? Açıq bucaq deyilmi? Bax buradan bura qədər 180 dərəcə hərəkət elədim. 180 dərəcəni də çıx. Nə qədər qaldı? 45 dərəcə. Demək bir də hərəkət eləməliyəm. Bu 90 dərəcədir. 45 dərəcə hərəkət elədim. Tam hərəkət eləsəm 90 dərəcə almış olacağım. Tam hərəkət eləmirəm. Tən ortaya qədər. Baba bura qədər. 45 dərəcədə bir hərəkət elədim. İndi bunun deyir ki, axırda gəlib çatdığı nöqtə B nöqtəsi olur. B nöqtəsində dayanır. Bu da O nöqtəsidir. Bu da bizim A nöqtəsidir. Bizə deyir AOB bucağının, AOB bucağı, bax bu bucağın alacağı qiyməti tap. Uşaqlar bu 45 dərəcə gəldi. AOB bucağında nə qədər qalacaq? 90'dan 45'in çıxdıqsa, demək ki bu bucaq 45 dərəcə olacaq. 38 nömrəli sualın cavabı. 39 nömrəli suala baxaq. Yenə bayaqki tipdə bir sualdır. Deyir A nöqtəsindən avtomobil 7 pi bölü 2 qədər hərəkət eləyib. 7 pi bölü 2 nə qədərdir? 180'i 2'yə böləndə 90. 7'ni də 90'a vuranda 630 dərəcə. 630 dərəcə hərəkət eləyibdir A nöqtəsindən. Bir kuruq 360 dərəcədir. Gəl 360 çıxaq. Bir kuruq vurduq. Nə qədər qaldı? Deməli 7, 5, 270 dərəcə. Qayıtdıq mı öz yerimizə? Bax bu yerimizə. 301 kuruq hərləyəndən sonra bura qayıtdıq. Gəl 270 dərəcə çönək. 270 dərəcənin əslində biz bura olduğunu bilirik. Demək bu gəldi. Çatdığı nöqtə budur. Bu da 270 dərəcə. Deyir bir qədər fasilə eləyir. Burada dayanırmış. Bundan sonra deyir 5 pi bölək 4 qədər yenə hərəkət eləyir. 5 pi bölək 4 180'i 4'ə böləndə 45. Bunu da 5'ə vuranda 5 dəfə 5'im 25. 225 dərəcə. Buradan 225 dərəcə bir də hərəkət eləyir. Onu necə tapacam? Gəl belə eləyək. Buradan 225 dərəcə getmirəm. Bir 180 dərəcə gedək. Açıq bucaq getdik. 180 dərəcəni çıxaq bundan. Nə qədər qaldı? 45 dərəcə. Bir də buradan sonra bir də hərəkət eləyib. Amma bu səfər 45 dərəcə hərəkət eləyib. Gəldi. Tam 90 dərəcə getməyib də. Bu nöqtədən sonra 45 dərəcə gəlib. Burada dayanıb. Bu bizim B nöqtəmizdir. Buradan da 45 dərəcə gəlib. Bura O nöqtəsidir. Bura A nöqtəsidir. Bizə nə istəyir? AOB bucağının kiçik qiymətini tapın. Burada iki cür yanaşma var. AOB bucağı haradır? AOB bucağı budur. Bax uşaqlar, bilməyənlər diqqətlə baxsın. Bura A'dır, O'dur, B'dir. AOB bucağına adam var, buradan baxır tərsinə. Əslində AOB bucağı budur da. Arası lazımdır bizə. Bura 90 dərəcə olduğunu bilirik, dikdir.
Bura 90'dır. 45'imiz de olduğu üçün 90 ilə 45'i topladığımız zaman edəcək 135 dərəcə. 39 nömrəli sualın cavabı. Gəlin baxaq 40-a. 40-cı suala baxaq. Bizə deyir tangents alfanı kotangents beta'ya vuraq qızıq. Yəni bunu bayaq tip suallarda bunun izahını vermişdik. Bu alfanı paralel gəlin köçürək. İlk öncə burada alfa olmaz. Niyə? Çünki bu alfa kvadratın düz ortasıdır. Burada alfa olmaz. Bu alfanı paralel köçürdürəm bura. Burada da olmaz. Çünki yenə ortaya düşdü. Alfanı köçürdürəm bura. Bax. Görsən. Bu xəttlər bir-birinə paralel olduğuna görə bura alfadırsa, burada bir dəqiqə hara səhv elədim. Bunlar da bir-birinə paraleldir da. Bax buradan çıxır da bu. Bura alfadırsa, bura alfadır. Çaprazlıqdan bura alfadır. Sən buralara çox girmə də. Burada azarsan. Ən yaxşısı bir xəttin üstündə. Bu bucağını hərlə. Bura alfadırsa, burada alfadır, burada alfadır. Bax bu alfanı bura köçürdüm. Niyəsini birazdan görəcəksən. Bu bettanı da buradan yox, bura köçürdürəm. Görsən burada köçürdə bilərəm, burada köçürdə bilərəm. Məqsədim bu kvadratın tilinə gətirməkdir. Ki hər şeyə sahib ola bilək. Biz qiymətlərlə tanış ola bilək. İndi məndən sinus tangents alfanı soruşur. İndi burada düzbucaq üçbucaq yaratmalıyam. Buradan da düzbucaq üçbucaq yarada bilərəm. İndi bunu yaratmıram. Niyə? Çünki buradan düzbucaq üçbucaq yaratdığını varsay. Bu alfanın qabağındakı bu uzunluq nə qədərdir bilsəm bilmirəm. Çünki bura 1 desəm bu kvadratdır. Tutalım ki bura 1 dedim. Bütün kvadratlar 1'dir. Və bura nə olacaq? Nə bilim bu uzunluq nə qədərdir? Ona görə düzbucaq üçbucağımı burada qursam. Tutalım ki buradan bura qədər qursam. Hə müəllim bura 1, bura 1, amma bura 1 deyil axı. Niyə müəllim? Çünki yarıdadır. Bu qədər məsafə boş qalıb. Ona görə məcburən tildən tilə götürəcəyik. Buradan bu tili götürdüm. Bax bu düzbucaqlı üçbucağa bax. Vəssalam. Bizə lazımdır tangents alfa. Tangents alfa qarşı katetin 1, 1, 1, 1, 1, 1, 1. Toplam nə qədərlərdir? 1, 2, 3, 4, 5, 6, 7. Tangents alfa qarşı katetin bitişik katetə 1, 1, 1, 1, 1. 1, 2, 3, 4, 5. Bitişik katetə nisbəti. 7'nin 5'ə nisbəti. Bu getdi. Gəldik kotangents beta'ya. Kotangents beta bitişik katetin qarşı katetə nisbətidir. Burada da bir dənə düzbucaq üçbucaq yaradaq. Bunu buradan bitişdirirəm. Bunu buradan bitişdirirəm. Bunu da buradan bitişdirirəm. Bax, yaratdığım düzbucaq üçbucaq. Bu şəkildə oldu. Vəssalam. Kotangents beta bitişik katetin yəni 1'in 1'ə yəni 2 bölünsün qarşı katet 1, 1, 1, 1, 1. 5'ə nisbəti. Bunu da tapdıq. Vəssalam bunların bir-birinə hasilini soruşur. 7 bölək 5 vurulsun 2 bölək 5. Bu da 14 bölək 5 edəcək. Bunlar bir-birinə vuran 25. 14'ü 25'ə böləndə 0,56 edər. Gəlin baxaq 41 nömrəli suala. 41 nömrəli sualda belə bir ifadə bizə verilibdir. Kosinus beta. Gəlin burada bunları tapaq. Kosinus beta da lazımdır. Sinus beta da, kosinus alfa da, sinus alfa da. Kosinus alfa nəyə bərabərdir? Kosinus alfa bitişik katetin, yəni B'nin hipotenusa olan nisbəti C'yə olan nisbətinə bərabərdir. Sonra sinus beta nəyə bərabərdir? Ya da sinus alfanı da tapaq. Sinus alfa da ehtiyac var, bura alfadır. Sinus alfa qarşı katetin A'nın hipotenusa olan nisbətidir. C olan nisbətidir. Gəldik kosinus beta'ya. Kosinus beta bitişik katetin A'nın hipotenusa olan nisbətidir. Bir də var sinus beta. Sinus beta deməli qarşı katetin hipotenusa olan nisbətidir. Kosinus beta'dan yəni A bölək C'dən çıx ki sinus beta'nı yəni B bölək C'ni bölsən kosinus alfa yəni B bölək C üstə gələk sinus alfa yəni A bölək C. Deyir cavab olub 3/1. Surətdə oldu C'də A minus B, aşağıda oldu C'də A plus B. Cavab 3/1. Buradan C'lər gedəcək. A çıxılsın B'nin A üstə gələk B'yə nisbəti 3/1'dir. Çapraz şəkildə vursaq 3A çıxılsın 3B bərabərdir A üstə gələk B'yə.
Buradan 2A bərabərdir 4B-yə, A da buradan 2B-yə bərabərdir. A-nı 2B tapdıq. Bizə deyir ki, A bölək B-ni tapın. A-nın yerinə 2B yaz. Bunu da B-yə böləndə cavab 2 elədir. 41 nömrəli sualın düzgün cavabı. 42 nömrəli suala baxaq. Tangens alfanın cavabı 1-dir. Tangens 45 dərəcədə 1 alır. Alfanın qiyməti demək ki 15 dərəcə olmalıdır ki üstünə 30 dərəcə gələndə 45 alınsın. Alfanı 15 dərəcə tapdım. Hələ bax tangens əslində biri başqa qruplərdə də alır. Sadəcə olaraq niyə 15 götürürəm? Deyir alfam 0 ilə 90 arasındadır. O zaman görə də 15 götürürəm. Sən bunu bilməsən də olar, hələ ki deyirəm. Zaten buraxılışa bu dərəcədə düşündürücü salmazlar. Çünki tangensin 1 aldığı o qədər qiymət var ki. Alfanın yerinə 15 dərəcə yazacağam. Alfanın yerinə 15 dərəcə yazacağam. 75 ilə 15-in cəmi 2 sinus 90 dərəcə. Üstəgilək 10 vurulsun kosinus 75-dən 15 çıxanda 60 dərəcə. Sinus 90-da 1 alır. 2 üstəgilək 10 vurulsun. Kosinus 60-da da 2-də 1 alır. 10-dan 2 gedəcək 5. 5-dən 2-nin cəmi 7. Düzgün cavab 7-dir. Cavab 43. Belə bir ifadə verilib. Tangens 0 qiymətini alıb. Tangens 0-ı hansı dərəcədə alır? Tangens 0-ı alfam 0 dərəcədə də alır. Məsələn 180 dərəcədə alır. Amma mən alfanı 0 götürürəm. Çünki tangens 0-da 0 alır. 0 2-yə böləndə 0, 0 dərəcədə 0 alır. Demək ki, alfamız 0 dərəcədir. 0 dərəcənin yerinə yazdın. Oldu 9 sinus 30 dərəcə. Üstəgilək 11 kosinus 60 dərəcə. 9 vurulsun sinus 30-da 2-də 1. 11 vurulsun kosinus 60-da 2-də 1. 2-də 1-i mötərizə kənarına çıxarsam 9 ilə 11-in cəmi 20 edəcək. 20-ni də 2-yə böləndə 10 edəcək. Cavabımız 10-dur. Gəl baxaq 44-ə. 44 uyğunlaşdırmadı. Bunu biraz böyüdək ki, bir yerdə tapaq. Sinus alfa müsbətdir. Bax, sinusun müsbət olduğu yerlər. Bir dənə koordinat oğu çəkdim. Sinus müsbətsə, y-i oxud axı. Sinus burada da müsbətdir. Birinci rübdən danışıram. İkinci rübdə də sinus müsbətdir. Amma deyək kosinus mənfi olsun. Kosinus burada müsbətdir. Amma burada mənfidir. Hə, demək söhbət ikinci rübdən keçir. Demək alfa yalnız ikinci rübün bucağıdır. O zaman 1-ə uyğun gəldi. A variantı. Sonra o birislərində bax alfa 2 və ya 4-ün səhvdir. Bunu istifadə elədik. Onsuz da baxmayaq. Sinusu kosinusa vuranda 0 eləyəcək. Niyə? Niyə belə bir şey olsun ki? Heç biri bunun 0 deyil axı. Hər ikisi 0-dan böyük və yaxud da 0-dan kiçikdirlər. Bu da ödənməz. Üçüncü rübün xeyr. Biri müsbət, biri mənfidirsə vuranda müsbət eləməz. Bu da yanlışdır. İndi bax. Sinus mənfidir, kosinus da mənfidir. Hər ikisini bir-birinə vuranda müsbət eləyəcək. Bunu da ait variantda yoxdur. Neyse. Gəl bir dənə biz baxaq o birislərinə. İkincisində nə deyir? Tangens mənfidir. Tangens harda mənfidir? Birinin müsbət, birinin mənfi olduğu yerdə. Bax, tangens burada mənfidir. Bax, tangensin mənfi olduğu yerlər yazıram. Sonra tangens bir də burada mənfidir. Bizə deyir ki, kotangens alfa da mənfi olsun. Zaten tangensin mənfi olduğu yerlərdə kotangens də mənfidir. Kotangens burada da mənfidir. Kotangens burada da mənfidir. Söhbət ikinci rübdən bir də dördüncü rübdən keçir. Alfa 2 və ya dördüncü rübün bucağıdır. 2-yə də B variantı uyğun gəldi. Sonra elə tez vaxt itirmədən o birisinə də keçək. Bunu istifadə elədik. Sinus alfa 0-dan kiçikdir, yəni mənfidir. Söhbət 3-cü rübdən də gedə bilər. Sinus mənfidirsə söhbət 4-cü rübdən də, 3-cü rübdən də gedə bilər. Deyir, kosinus amma mənfidir. Kosinus mənfidirsə sol tərəfdən gedir. Söhbət 3-cü rübdən gedir. Çünki kosinus burada müsbətdir, amma burada mənfidir. Bizə mənfi olmağını istəyir. Söhbət 3-cü rübdən gedir. Alfa 3-cü rübün bucağıdır. 3-ə də uyğun gəldi. D variantı. Bir də biri müsbət bir mənfi söhbətinə baxaq. Sinus mənfidir. Kosinus da mənfidir. Hər ikisini bir-birinə vuranda müsbət eləyəcək. Bəli, Y variantı da uyğun gəldi. Vəssalam. Gəl baxaq 45-ə. 45-ci sualda bir dənə yenə koordinat oxu çəkək. Deyir, tangens alfa müsbət imiş. Tangens burada müsbətdir. Çünki hər ikisi müsbətdir. Burada tangens müsbətdir.
Bir də burada da hər ikisi mənfi olduğu üçün mənfini mənfiyə böləndə tangens burada da müsbətdir. Söhbət kotangens də müsbət olsun, yenə eyni şeydir. Söhbət birinci rübdən bir də üçüncü rübdən gedir. Alfa birinci və yaxud da üçüncü rübün bucağıdır. 1-ə Y variantı. Sonra deməli elə tez ikinciyə də keçək, arıcıl olmasın. Sinus alfa ilə 0 ölmüş. Sıfırdan kiçikdir sinus alfanın. Sinus mənfidirsə demək söhbət aşağılardan gedir. Ya söhbət dördüncü rübdən gedir, ya da söhbət üçüncü rübdən gedir. Kosinüs amma müsbətdir. Kosinüs müsbətdirsə söhbət dördüncü rübdən gedir. Alfa dördüncü rübün bucağıdır. 2'ye uyğun gəldi A variantı. Biri müsbət, biri mənfi olduğuna görə vuranda cavab mənfi olacaq. 2'ye D də uyğun gəldi. Bunlar da getdi, bu da getdi. Sinus müsbət, kosinüs müsbət. Hər ikisinin müsbət olduğu yerlər birinci rübdür. Alfa birinci rübün bucağıdır. Yalnız birinci rübün bucağıdır. 3'ə də B variantı. Gəlin baxaq son nömrəli 46 nömrəli sualı bitirdiyimizə görə həvəsdən, sevincəkdən uçuram bu dəqiqə. İnşallah bitirdi. İnşallah sağ-salamat bitirə bilsək. Alfa 75 dərəcədir. 75 dərəcə uşaqlar birlikdə 0 dərəcə bura 90 dərəcə birinci rübün bucağıdır. Birinci rübdə kosinüs müsbətdir. Birinci rübdün məsələn hamısı müsbətdir. Kotangens də müsbətdir. Bir-birinə vuranda müsbət eləyəcək. Bəli, 1-də düzgündür. 1-ə A variantı. Sonra keçək o birisinə. Tez olsun deyə deyirəm. 210 dərəcə. 210 dərəcə hara düşür? Bura 90 idi, bura 0, bura 180, bura 270, bura yenə 360. 210 buralarda bir yerdədir. Sinusun cavabı aşağıda olduğu üçün mənfidir. Solda olduğu üçün kosinüs da müsbətdir. Düzdürmü? O zaman bir-birinə vuranda cavab mənfi eləyəcək. Düzdürmü? Bax, üzr istəyirəm. 210 dərəcədə kosinüs mənfidir. Kosinüs da soldadır. Sinüs da aşağıdadır. Mənfidir. İkisi də mənfidir. İkisi də mənfidirsə, iki dənə mənfini bir-biri ilə toplayanda mənfi olacaq. Düzdürmü? Mənfiləri toplasan mənfi olacaq. Sinüslə kosinüsün cavabı mənfidir. Bəli, 2'ye uyğun gəldi. C variantı. Sonra o birislərində baxaq. Sinüs kosinüsə vuranda mənfidirmi? Xeyr. Tangeslə kotangesin cəmi 0'dan kiçikdirmi? Xeyr. Sinusu tangesə vursam. Tanges burada, sinus burada mənfidir. Aşağıdadır. Tanges isə uşaqlar sinusu kosinüsə bölməkdir deyə tangens müsbətdir. Bəli, mənfini müsbətə vuranda mənfi edəcək. 2'ye Y variantı. Bu da getdi, bu da getdi, bu da getdi. 3'ə uyğun nə var? 316 dərəcə. 316 dərəcə buradır. Deməli, 316 dərəcədə bunlardan birini yanlışla silmişəm. Burada sinus müsbətdir. Kosinüs müsbətdir. Burada kosinüs müsbətdir. Aşağıda olduğu üçün sinus mənfidir. Biri müsbət, biri mənfidirsə vuranda mənfi edəcək. Vuranda mənfi edəcək. Bax, biri mənfi, biri müsbət. Deməli, 3'ə də uyğun gəldi B variantı. Bunu istifadə elədik həqiqətən bu səfər. Bunu da istifadə elədik, bunu da istifadə elədik. Sonra bunlar qaldı da, bir dənə D variantı qaldı. Tangens alfa, kotangens alfanın cəmi 0'dan kiçikdirmi? Bu rübdə, dördüncü rübdə sinus mənfi olduğuna görə, kosinus da müsbət olduğuna görə tangensin cavabı mənfi, kotangesin cavabı mənfidir. İki mənfini toplasan, bəli, mənfi edəcək. 3'ə D variantı da uyğun gəldi. Allah şükür Allah bitirdik. Beləliklə ilk bölümü trigonometriyanı bitirdik. Ümid edirəm çətin gəlməz. Həqiqətən çətin suallar demək olar ki, yox dərəcəsində idi. Sağ olun, salamat qalın. Gələn videoda görüşənədək hələlik.